Əlbəttə ki, bizim əsas diqqətimiz Qazaxıstandadır, Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ilə əlaqədar. Və bizim Astanaya ezam olunmuş həmkarımız İbrahim Kamiloğlu birbaşa Qazaxıstanla bağlantıdadır. Sabahınız xeyir olsun. Sabahın xeyir İbrahim. Dost ölkədəsən. Bugün dostluqdan danışırıq. Tam da yerinə düşdü bu səfər. Bu görüş yəqin ki artıq baş tutacaq. Nələr gözlənilir günün proqramını? Əgər məlumdursa artıq sizdə varsa eşidək gün ərzində nələr baş verəcək? Salam, sabahınız xeyir Aytən xanım, sabahın xeyir Mehman. Bəli, hazırda Qazaxıstandayıq. Qazaxıstan prezidentinin iqamətgahındayıq və dövlət başçısının qarşılanması üçün son hazırlıq işləri görülür, son tamamlama işləri görülür. Bəli, dost ölkədir, dini bir, dili bir, türk dilli dövlətlər qrupuna aid olan bir ölkədir. Yəni dostluğunu, yaxın müttəfiqliyini artıq dünən biz ilk gəldiyimiz vaxtlarda görürdük. Yolda gəldikcə hiss edirdik, yəni görürdük ki, Azərbaycan-Qazaxıstan bayraqları Astana, paytaxt Astananın bütün küçələrini bəzəmişdi. Azərbaycan prezidenti cənab İlham Əliyev xoş gəlmişsiniz, yazılmış şüarlar, lövhələr yerləşdirilmişdi və ən əsası, yəni Qazaxıstan prezidenti hamı bilir ki, Kasım-Jomart Tokayev və ümumiyyətlə adətən dövlət başçıları başqa bir dövlətin başçısını qarşılayanda öz iqamətgahında və ya hər hansı bir rəsmi qəbul yerində qarşılayır və Qazaxıstanda da bu adət var ki, prezident başqa bir dövlətin başçısını öz iqamətgahında qarşılayacaq. Aeroportda isə onu baş nazir, xarici İşlər naziri və yaxud da ki, digər rəsmi şəxslər qarşılayır. Dünən isə Kasım-Jomart Tokayev şəxsən özü aeroportda dövlət başçısını qarşıladı. Fəxri qaravul düzülmüşdü, Azərbaycan, Qazaxıstanın dövlət bayraqları asılmışdı və iki ölkə arasındakı münasibətlər çox yüksək müttəfiqlik səviyyəsindədir. Bu cür qarşılanma yalnız Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Çin sədri Si Jinping və Moskva, daha doğrusu Rusiya prezidenti Vladimir Putin kimi çox yüksək müttəfiqlik münasibətlərinə malik ölkələrin başçılarını bu cür qarşılayır və eləcə də Azərbaycan prezidenti İlham Əliyev o cür aeroportda şəxsən dövlət başçısı Kasım-Jomart Tokayev tərəfindən qarşılandı. Bugünkü proqramda yüksək səviyyəli görüşlərin, dövlət başçıları səviyyəsində görüşlərin olacağı gözlənilir, razılaşmaların müəyyən sənədlərin olacağı gözlənilir. İndiyə qədər də iki ölkə arasında 170 sənəd razılaşdırılıb. Burada iqtisadi, təhsil, humanitar, siyasi sahələr əhatə edən sənədlər və digər müttəfiqlik sənədləri aiddir. Azərbaycanla Qazaxıstan strateji müttəfiq səviyyəsində olan bir ölkələrdir və biz də hazırda buradayıq. Hər hansı bir yenilik olduqca da məlumatlar çatdırmağa çalışacağıq. Buyurun. Çox sağ ol İbrahim, minnətdarıq. Mən o sarayda prezidentin səfəri zamanı mən də olmuşdum. Çox möhtəşəmdir. Ələlxüsus çox gözəl həyətyanı sahəsi var, möhtəşəm bir yaşıllığı var. İbrahim, səndən gözləyəcək bugün ərzində bütün xəbərləri. Çox təşəkkür edirik sizə, əziz həmkarımız və çox təşəkkür edirəm ki, getdimi İbrahim? Yəni, orada olan jurnalistləri də bizə göstərdiniz. Biz orada görürük hazırlığı, bizim mediadan olan media mənsublarının bəli hazırlığını və kifayət qədər, yəni burada əziz izləyicilər, mən qeyd edim ki, yəni hazırlıq işləri bəli görünür və Azərbaycan televiziyalarından və müxtəlif. Ümumiyyətlə istərdim, yəni hal-hazırda biz canlı yayımı da görürük. Çox təşəkkür edirik ki, biz görürük əziz izləyicilər. Bizim İbrahim Kamiloğlu'dan sonra da biz paralel artıq görürük bu kadrlardan ki, canlı yayımlar təşkil olunur və İbrahim peşəkar, bəli, bizim əlbəttə ki, əməkdaşdır və eyni zamanda mən qeyd etmək istəyirəm ki, belə xəbər xidmətində şef redaktordur. Ona görə də ondan yüksək səviyyədə bəli xəbərləri digər xəbər buraxılışlarında da gözləyirik. Uğurlar sizə. Minnətdarıq İbrahim, çox sağ olsun. Operatorumuza da sənə də uğurlar.